Ve bu günleri yeni bir video ile karşınızdayım. Bakın burada bizim yeni cücelerimiz, çift balaca yunduşkalarımız var. Nenem yoncaların içine bıraktı, görürsünüz. Nenem yoncaların içine bıraktı ki ot yesinler. Hava bu dəfə yaxşıdır, çox yaxşıdır. Gördünüz. Mənim ən sevdiyim şeylərdən biri də nənəmə kömək etməkdir. Çünki nənəm yaxşı işlərdə məndən kömək istəyir. Məsəl üçün otları bitiririk, güllər əkirik, ağaclar əkirik, toyuqlarımıza yem veririk. Baxın. Mən əvvəllər bina evində qalırdım və məhəlləyə gəlməyi çox istəyirdim. Və nənəm belə bir məhəllə aldı. Baxın, bura çox gözəl. Baxın mənim nənəm. Baxın, gördüyünüz kimidir. Hər yer yamyaşıldır. Görürsünüz, baxın. Əzgil ağacımız, ərik ağacımız, alma ağaçlarımız, oradakı zoğal ağaçlarımız, qızıl güllər, piyon gülləri. Yəni görürsünüz. Baxın. Gördünüz. Bu bizim növbəsatımızdır. Hava isti olanda mən burada stolda yemək yiyirəm. Mənim belə velosipedim də var. Gördünüz. Baxın. Bu velosipedlə sizdə yayda sizdə bu velosipedlə çoxlu vloglar çəkəcəyəm. Çünki niyə yayda? Çünki hələ yazdım. Bunu sepet çıxıbdır, baxın. Sepet çıxıbdır, onu görə sürməyəm. Bunu düzəltdirəcəm və sizinlə gözəl videolar çəkəcəm. Və videomuz başa çatdı. Gələcək bölümdə görüşərik. Sağ olun, salamat qalın.